Masallı rayonunun Sərçuvar kənd sakini Hüseyn Ağa Nəcəfov uzun illərdə ailə biznesi ilə məşğuldur. O, əsasən tərəvəz məhsullarının yetişdirilməsi və konservləşdirilməsi sahəsində fəaliyyət göstərərək həm ailəsinin dolanışığını təmin edir, həm də yerli istehsalatın inkişafına töhfə verir. 2019-cu ildən bu ailənin üzvüyəm. Bizdə istehsal prosesi belə də torpaq sahəmiz var, əkin əkirik, pomidor və xiyar məhsulları əkirik əsas etibarilə və onları konservləşdiririk, bankalara yığırıq, sterilizavat eləyirik. Proses bizə verilən, bu Abad tərəfindən bizə verilən konteynerdə davam etdirilir, iş görülür burada. Normal şəraitdə sterilizavat eləyirik, yəni onun yuyulması, təmizlənməsi, bankalara yığılması, son nəticə olaraq onların pakovka olunması, bax, belə formada bankanı qablaşdırırıq və Respublikanın müxtəlif böyük marketlər sistemində satılır. Hüseyn Ağa Nəcəfov bildirir ki, Abadla tanışdıqdan sonra onlara ailə büdcəsini təmin etmək üçün geniş imkanlar yaradılıb. Qeyd edək ki, Abadın belə ailə təsərrüfatlarına dəstəyi həm yerli istehsalın artmasına, həm də regionda məşğulluğun təmin olunmasına mühüm töhfə verir.